Bismillahirrahmanirrahim. Və sallallahu ala Muhammed və alihi tayyibin. Bir daha xoş gördük sizləri, hörmətli xanımlar və qardaşlar, əqaid dərsində. Bugün səhv etməsəm 3-cü ya 4-cü əqaid artıq dərsimizdir. Allah axırıncı deyil, axarıncı qərar versin, necə deyərlər. Başqa dərslərlə yanaşı, eyni zamanda əqaid dərsi də əhəmiyyətə malik dərslərdən biridir. Qeyd elədik ki, hər bir dərsin, belə deyək, əhəmiyyəti əgər o dərsin mövzusu ilə, yəni haqqında danışıldığı mövzu ilə götürülürsə, bəllidir ki, əqaid elminin mövzusu Allah-şünaslıq, peyğəmbər-şünaslıq, imam-şünaslıq, axirət-şünaslıq kimi mövzuları və dəyərli bir mövzuları əhatə edir və elə mövzuların dəyərinə görə bu elmi də dəyərləndirmək olar. Əgər hal-hazırda mənim səs və görüntüm normaldırsa, yerindədirsə, biz artıq bugünkü bəhsimizə başlayaq Allahın izni ilə. Bugünkü bəhsimiz Allahın nişanələridir. Ötən bəhsimizdə Allahı fitrət yolu ilə tanımaq barəsində danışdıq. Bilirsiniz, əqaid elminin, əqaid dərsinin o birinci hissəsi təvhiddir. Biz dedik ki, üsul-i din əvvəlincisi, birincisi təvhiddir. Odur ki, bizim bir neçə dərs, söhbətimiz təvhid barəsində olacaq. Allahın varlığı, Allahı tanıma yolları, Allahın sifətləri, daha sonra ədl, nübüvvət, imamət, məad və bu əsas prinsiplər və o prinsiplər daxilində özünə yer alan bir sıra məsələlər. Bugünkü bəhsimizdə insan vücudunda, insanın öz daxilində Allahın nişanələri barəsində danışmaq istəyirik və bunun özü də elə ötənki bəhsimiz, öncəki söhbətimiz, yəni Allahı fitri yolla tanımaq, fitrət məsələsi ilə də elə bağlıdır, bir mənada elə onun davamı kimi saymaq olar. Qur'an-ı Kərimdə bu barədə ayələrimiz var. Yəni insan daxilində, insan özündə Allah nişanələrin axtarmalıdır. Hələ özündən kənar öz yerində. Buyurur, sənurihim ayatina fil afaq. Biz öz ayələrimizi göstəririk, öz nişanələrimizi göstəririk. Nişanələr Allahın nişanələridir da, yəni göstəricidir, tablodur, nişandır. Nəyi göstərir? Haqq Taalanı, Allah Taalanı. Harda? Fil afaq, üfüqlərdə. Huzurunuza oxuduğum ayə Fussilət surəsinin 53-cü ayəsidir. Buyurur, fil afaq, üfüqlərdə. Yəni başdan başa dünyada. Və fi ənfusihim. Diqqət çəkən hissəsi budur. Yəni üfüqlərdə, başdan başa dünyada biz ayələrimizi, göstəricilərimizi göstərməklə yanaşı. Və fi ənfusihim. Yəni onların öz nəfslərində, özlərində, öz daxillərində, öz daxili aləmlərində belə biz öz nişanələrimizi göstəririk. Hətta yətəbəyyənə ləhum ənəhul haqq. Bu göstərici nədən ötürüdür? Buna görədir ki, beləliklə onun haqq olması bəyan olsun, aydın olsun, üzə çıxsın. Allahın haqq olmağına görədir bu göstəricilər. Başqa bir ayədə Casiyə surəsinin 4-cü ayəsində buyurur, və fi xalqikum, sizin yaradılışınızda, xilqətinizdə və ma yəbuthu min dabbətin və
hərəkət edən canlı varlıqlarda, hansı ki onlar hərəkət edir və hər yerə yayılıblar. Allahın müxtəlif bu yaratdığı həşəratlar, canlılar, hərəkətdə olanlar sizin yaradılışınızda, öz yaradılışınızda və bu hər yerə yayılmış dörd ayaqlılar, digər canlı varlıqlarda ayatun, ayələr var. Liqavmin yuqinun, yəqin eləyən cəmaat üçün. Amma öncədə də dediyimiz kimi ayə var öz yerində, öz növbəsində. Amma ayəni ayə olaraq mənimsəyən kimdir? Ayədən ibrət götürən kimdir? Əmirül-Müminin buyurur, gözün gördüyün hər nə var ibrətdir. Yetər ki, insan ibrət gözü ilə baxa. O, yəqin əhli üçündür. Yəqin əhli. Başqa bir ayədə Rum surəsinin 20-ci ayəsində buyurur, وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُمْ مِنْ تُرَابٍ. Allahın ayələrindəndir, nişanələrindəndir sizi torpaqdan yaratması. Bu ki, sizi o torpaqdan xəlq edib. Bu özü bir nişanədir. Özü bir ayədir, özü bir göstəricidir. ثُمَّ اِذَا أَنْتُمْ بَشَرٌ. Daha sonra sizi bəşər şəklinə saldı. Yəni torpaqdan sizi bəşər formasına gətirdi. Təntəşirun və yer üzərində sizlər bəşər olaraq pərakəndə oldunuz. İnsanlar dağıldı dünyanın müxtəlif yerlərinə. İbn Sina'nın bir sözü var. Deyir ki, insan torpaqdan yaranıb. Necə torpaqdan yaranıb? Buyurur, yaz fəsli. Yəni, torpağın o oyanan fəsli, çiçəklənən fəsli. Torpaq oyanır, təbiət yaşıllaşır, təbiət dirilir. Yaz fəslinin insan bədəninə qoyduğu təsir, yaz havasının, bahar havasının insan bədəninə qoyduğu təsir, elə torpağa qoyduğu təsirdir. Yazın havası torpağı neynir? Torpağı dirildir, torpağı ölülükdən canlandırır. Yaz fəslində də insanın o havaya, yazın havasına ehtiyacı var. Baharın havasından qorxmayın və o insanın sağlamlığına xeyirdir, zərəri yoxdur. Daha sonra deyir ki, amma payız fəslinin insan bədəninə qoyduğu təsir, payız havasının torpağa qoyduğu təsirdir. Payızın havası torpağı neynir? Torpağı öldürür, yarpaqları saraldır, yerə tökür, təbiət ölür. Eyni ilə həmin insanın bədəninə də belə təsir qoyur. Bunu həkimlər də deyirlər ki, payızın havası öldürücüdür. Payızın havası öldürücüdür. Yəni insana zərəri var. Bu baxımdan demək olar ki, havanın insan bədəninə, torpağa etdiyi təsir, insan bədəni ilə də həmin hava eyni iş görürsə, bu onu göstərir ki, insan bədəninin materialı torpaq materialı ilə üst-üstə düşür. Çünki havadan eyni formada təsirlənir. Torpaq necə təsirlənirsə yazdan, bədən də elə təsirlənir. Payızdan, bədən də elə təsirlənir. Olmaya bizim bədənimizin materialı elə torpaqdandır və elə torpaqdandır. Yəni, bu yolla İbn Sina elmi bir tibbi yolla sübut etməyə çalışır ki, insan bədəni torpaqdandır və müxtəlif növ torpaqlar var da, bilirsiniz. Torpaqlar, cürbəcür torpaqlar var. Münbit torpaqlar var, şoran torpaq var, qara torpaq var, kübrə əvəzi istifadə olunan torpaq var. İndi bu barədə çox danışmaq olar. Mən Odessada olanda dedilər ki, Hitler o vaxtı gəlib oranın torpağın kübrə əvəzi istifadə edilmiş. Yəni torpaq o qədər münbitdir ki, və hər nə toxum əkirsən bitir. Və Ukraynada bilirsiniz ki, dünyanın böyük hissəsinin taxılın Ukrayna əraziləri təmin edir o torpaqlarının münbit olduğuna görə.
Torpaqlar müxtəlifdir və insanlar da müxtəlifdir. Buna görə ki, insan bir torpaqdan yaradılmayıb ki, insanın yaradılışında Cənab-ı Adəm əleyhissalamın xilqətində çox torpaqlardan istifadə olunub. Və bu torpaqlar Həzrəti Adəm balalarında hər biri öz növbəsində öz təsirini göstərir. Mən torpaq barəsində danışmaq istəmirəm. Bəhsdən çox da belə deyək, fasilə almayaq. Söhbətimiz Allahın insan vücudunda olan nişanələri barəsindədir. Baxın, əziz qardaşlar, hörmətli bacılar, bugün baxmayaraq ki, alimlər, mütəfəkkirlər müxtəlif sahələrdə tədqiqatla məşğuldurlar. Amma bütün bu tədqiqatlara baxmayaraq, insana çatanda, insanı araşdırmağa çatanda, bunlar insan barəsində deyiblər, insan tanınmaz varlıqdır. İllər vaxt tələb edir, çoxsaylı minlərlə alimlər insan barəsində tədqiqat aparsın və bu varlıq aləminin böyük müəmması, yəni insan, varlıq aləminin böyük müəmmasının varlığının müəyyən tərəflərini və sirli tərəflərini üzə çıxarsın və bəlkə də heç vaxt heç üzə çıxara da bilməyəcək tam mənada. Bu insanın varlığının dərinliyinin əsrarəngiz olmağından xəbər verir. Doktor Karl fransız alimidir. Onun bir sözü var. Əslində onun bir kitabı var. İnsan tanınmaz varlıq. Kitabın adı belədir. İnsan tanınmaz varlıq. Deyir, biyoloqlar hələ insan bədəninin, hələ biz insan ruhundan danışmırıq, o bir ayrı mövzudur. Hələ insan bədəninin sirlərindən tam mənada agah ola bilməyiblər. Və buradadır ki, biz etiraf edirik ki, insan tanınmaz varlıqdır. Yəni, insan bədəninin sirlərindən, gözün sirrindən, qulağın sirrindən, insanın həzm sisteminin sirrindən, insanın sinir sisteminin sirrindən ki, sinir sistemi əsrarəngizdir. Mən indi ona toxunacam. Amma mən hələ insan bədəninin o detallarına toxunmazdan əvvəl bir-iki hədis oxuyuram. Quran ayələrini dedik. İndi bir-iki hədis də oxuyaq ki, söhbətimiz bu hədislərin nuru ilə daha da bərəkətli olsun. Əli əleyhissalam buyurur, insan yaradılışının, belə deyək, o sirri barəsində, nişanə xarakterli olması barəsində. Buyurur, mən ərəfə nəfsə fəqəd ərəfə rəbbə. Hamınız bu hədisi eşitmişsiniz. Hər kəs özün tanısa, öz Rəbbin tanımış olar. Demək, insan varlığı bir o qədər sirli və əsrarəngizdir. Demək, insanı tanımaq, bu baxımdan öz Rəbbini tanımaqdır ki, insan xilqət məxluqdur, yaradılmışdır. Amma eyni zamanda Xudavənd aləmi tam mənada əks etdirən bir varlıqdır. Odur ki, buyurur, mən ərəfə nəfsə fəqəd ərəfə rəbbə. Başqa bir hədisdə Həzrət buyurur, əcibtu limən yəchəlu nəfsə keyfə yərifu rəbbə. Buyurur, mən təəccüb edirəm özü haqqında məlumatı olmayan insan. Özü özündən cahildir. O necə öz Rəbbini tanıya bilər ki? İnsan əgər özü insanın özünə məchul olmuş olsa, o Rəbbini necə tanıya bilər ki? İnsanşünaslıq bizim də dərsimiz var da, bəzi dostlar orada da iştirak edirlər, bilirsiniz. Elə bu söhbətlərimizin bir hissəsi onunla da əlaqəlidir. Başqa bir hədisdə buyurur, mən ərəfə nəfsəhu fəqəd intəhə ilə gayəti kulli mərifətin və elmin. Buna diqqət edin. Özünü tanımaq o qədər əhəmiyyət kəsb edir ki, buyurur, hər kəs özünü tanısa, mərifət və elmin zirvə nöqtəsinə çatıb, onun o qayəsinə və hədəfinə yetişib, özünü tanıyan. Digər bir hədisi şərifdə buyurur, mərifətun nəfs ənfəul məarif. Ən gözəl mərifət
və ən xeyirli mərifət və ən üstün elm mərifətun nəfsdir. İnsanşünaslıqdır. İnsanın özünü tanımasıdır. Başqa bir hədisdə buyurur: "Acibtu limen yenşudu dallatahu və qad adalla nefsehu fela yatlubuha." Buyurur, mən təəccüb edirəm öz itirdiyini axtaran şəxs üçün. Öz itkisini axtarır. Amma və qad adalla nefse. Amma özün itirib. İtirdiyini axtarır, axtarışa verir. Amma özünü itirib, fela yatlubuha. Amma onu axtarmır. Hansı ki insanın özündən yaxın nə ola bilər ki? İnsanın özü üçün özündən daha önəmli, daha dəyərli, daha əhəmiyyətli nə ola bilər ki? İnsan özündən qəflət eləsin, özün tanımasın, özün axtarmasın. Bəhsimiz buradadır. İnsan əsraramiz bir varlıqdır. Ta inşallah biz bu əsraramiz varlıq barəsində müəyyən söhbətlər eləyirik, müəyyən sözlər deyirik. Bəlkə biraz hələ o qəflət ab-ı havasından oyanmaq üçün, tanımaq üçün bir zəminə yaransın bizim vücudumuzda. İmam-ı Sadiq əleyhissalamın şagirdlərindən biri, əshabından biri daha dəqiq desək, deyirdi ki, mən Hişam ibn Həkəmdən soruşdum. Hişam ibn Həkəm İmam-ı Sadiq əleyhissalamın şagirdlərindəndir. Deyir, mən Hişam ibn Həkəmdən soruşdum ki, əgər biri məndən soruşsa ki, Allah'ı necə tanıdın? Sən öz Rəbbini necə tanıdın? Mən ona necə cavab verim? Hişam ibn Həkəm cavabında dedi ki, mən öz Rəbbimi Cəllə Cəlaluhu özüm vasitəsilə tanıdım. Niyə? Çünki o mənə yaxın olanların hamısından gördüm ki, yaxındır. Mən öz bədənimin müxtəlif orqanlarına və bədən üzvlərinə diqqət edirəm və görürəm ki, bu bədənim xüsusi bir nizam-intizam çərçivəsində xəlq edilib, yaradılıb, xüsusi bir nizamla və sistemlə hərəkət edir. Burada bir mürəkkəblik var və burada bir harmonik tərkib var. Və mən bu harmonik tərkibi ki, bu qədər mətin, möhkəm və dəqiq, müxtəlif hissələrə bölünüb, müxtəlif növlərə bölünüb, bir nəqqaş tərəfindən, bir yaradıcı tərəfindən. Bu nəqş, bu rəsm rəssamsız ola bilməz. Bu nəqş nəqqaşsız ola bilməz. Mən görürəm ki, mənim müxtəlif o duyğu orqanlarım, müxtəlif növ bədən üzvlərim gözdür, qulaqdır, dad bilmədi, iyi bilmədi, toxunma hiss orqanıdır və üstəgəl ağıllı insanların, yəni ağıllı insanların ağlını düşünməyə vadar edən bir sistemdir. Bu sistem öz başına ola bilməz. Ağıllı insanların qərarı belə yerlərdə nədir? Budur ki, bu qədər dəqiq bir nizam-ı intizam, nizam verici olmadan qeyri-mümkündür. Və mən öz Rəbbimi öz varlığımda tapıram. Yenə İmam Rıza əleyhissalamdan hədis var, buyurur, nəvərtu ilə cəsədi. İmam insan vücudunda Allahı tanıma dəlillərindən birinə toxunur. Buyurur, nəzərtu ilə cəsədi, mən öz cəsədimə, öz bədənimə nəzər elədim. Alimtu ənə lihazəl bunyani baniyən fəqrərtu bih. Mən başa düşdüm ki, bu bünyanın bir banisi var. Bu binanın bir banisi və bunu bünövrəsini qoyan var və beləliklə mən ona etiraf elədim, mən onun varlığına iqrar elədim. İmam-ı Sadiq əleyhissalamdan da yenə bir hədis var. Həzrət buyurur ki, mən təəccüb edirəm o şəxslərə ki, elə düşünürlər ki, Allah onlardan gizlidədir, Allah xəlvətdədir. Hansı ki, Allahın yaradılış əsərləri, onun
xilqət nişanələri elə onların öz vücudlarında var. Elə bir tərkiblədir ki, elə bir xüsusi düzümlədir ki, hər bir insanın ağlın məbhut edir, heyrətə gətirir və onu inkar etməyi də batil edir. Yəni Allah Taala insan vücudunu elə şəkildə yaradıb ki, ağıllar ona baxır, belə deyək, gözü bərələ qalır və onu inkar etmək də mümkün deyil. İnkarın da batil edir. And olsun öz canıma, İmam-ı Sadiq buyurur. Əgər yaradılış sistemində insanlar düşünsəydilər, qətən, şübhəsiz, qane edici dəlillərlə Allahın varlığını sübut edərdilər. Yəni bu dəlillər dünyanın yaradıcısına insanları hidayət edərdi və aparıb çıxarardı dünyanın o yaradıcısına. İnsan bədəninin o bəzi o sirli cəhətlərinə mən bir ikisinə toxunmaq istəyirəm. Daha sonra eyni zamanda insan ruhunun. İnsan bədəni özü bir dənə binadır və sirli bir binadır. Özü bir dövlətdir və sirli bir dövlətdir. Bu dövlətin müxtəlif orqanları var, idarə etmə sistemi var. Hər biri öz növbəsində elə tohid dərsidir. İnsan vücudu bütövlükdə tohid dərsidir. Eyni zamanda bədəndə olan o detallar ayrı-ayrılıqda tohid dərsidir. Ayrı-ayrılıqda tohid dərsidir. Yetər ki, bir intibah yaransın vücudumuzda. Baxın, bunlar vaqiiyyətdir. Bunlar həqiqətdir. Amma bu həqiqətə çatmaq üçün intibaha ehtiyacı var. Bu həqiqətlərə çatmaq üçün oyanışa ehtiyacı var. Oyanış olsa bilirsiniz, əziz qardaşlar, bacılar, bilirsiniz dəlillər nə qədərdir. Bilirsiniz dəlillər nə qədər şirindir. Bilirsiniz dəlillər nə qədər qane edicidir. Amma o zülmətlər ki gəlir insan vücuduna, indi mən bunları mötərizə arası deyirəm. Bu məsələlərin bir psixoloji tərəfinə də toxunmaq istəyirəm. Yenə bəhsimizi davam etdirərik. Zülmətlər ki gəlir, əvvəl gündən biz onsuz da zülmətlə gəlmişik. Yəni biz başqa aləmdən gəlmişik. Biz yuxarı bir aləmdən gəlmişik. Biz üstün bir aləmdən eniş etmişik. Eniş. Məgər demirik inna lillah və inna ileyhi raciun. Biz yuxarı bir aləmdən gəlmişik və gəldiyimiz aləmə də qayıdacağıq. Deyirlər tövbə. Tövbə ərəb dilində qayıdış deməkdir. Nəyə görə deyirlər tövbə? Demirlər, məsələn, səfər. Allaha səfər edin. Səfər də var, amma tövbə səfər deyil, tövbə qayıdışdır. Qayıdış ona deyirlər ki, insan öz gəldiyi yerdə qayıtsın. Yəni, mən öz ölkəmdir, öz vətənimdir, öz şəhərimdir. Bu şəhərdən mən getmişəm başqa bir şəhərə. İndi yenidən mən deyirəm ki, mən qayıdıram. Amma mən hələ heç vaxt getmədiyim bir şəhərə gedirəm. Orada mən demirəm ki, mən qayıdıram. Orada deyirəm ki, mən gedirəm o şəhərə, səfər edirəm. Ziyarət edirəm, səyahət edirəm. Tövbə deyiblər. Allaha tövbə edin. Yəni, Allaha qayıdın. Bəllidir ki, biz oradan gəlmişik. Yəni, gəldiyimiz yerə qayıdın. Ora bizim doğma yerimizdir. İndi biz oradan gəlmişik. Oradan neçə dənə aləmləri keçə-keçə gəlmişik. Bir nəfər soruşdu ki, bunu da hərdən zarafat yana deyirəm. Dedilər, Allah dəvəni iynənin deşiyindən keçirə bilər. Yəni, dəvə də balacalaşmasın. Ondan sonra iynənin deşiyi də böyüməsin. Mən də dedim, keçirər, amma dəvə nə günə qalar? Keçirər, amma gör o dəvə nə günə qalar? İndi biz o aləmlərdən ki, gəlmişik bura. Bu elə enişin özündə bir növ zülmət var. Yəni, yuxarı aləmdən aşağı aləmə, maddi aləmə, aşağı səviyyəli aləmə, dünya adlı aləmə. Dünya yəni aşağı səviyyəli. Dünya yəni elə hərfi mənada, yəni həmin o aşağı səviyyəli. Bunun özündə bir zülmət var. Üstə gələk bizdən asılı olmayan bir sıra zülmətlər. Üstə gələk bizdən asılı olan günahlar və zülmətlər.
Bu fi zulumatin səlasdır. Bu neçə qat zülmətdir. İndi bu zülmətləri yararaq yenə biz əvvəlki durumumuza qayıtmaq üçün zəhmət tələb edir. Aşağıdan yuxarı hərəkət tələb edir. Seyr tələb edir. Zikri yunisiyyə tələb edir. Başqa dillə desək, intibah tələb edir. Oyanış tələb edir. Oyanış. Bir nəfər şəxs barəsində deyirlər ki, bunun evi məscidin yanında idi. Məscid də balaca bir məscid idi şəhərlərin birində. O məscidi böyütmək istəyirdilər. Bir tərəfi yol idi, o yola çıxmaq olmurdu. Çünki yol idi, maşın yolu idi. Məscid də balaca məscid idi, adamları çox idi, məhərrəmlikdə, müəyyən mərasimlərdə cəmaət toplaşırdı, məsciddə şərait olmurdu. Məscidin qonşuluğunda bir ev var idi, o ev yiyəsi ilə danışdılar ki, sən öz evi sat ginə məscidə. Nə qədər lazımdır sənə pul da veririk, həmin pulla gəlib başqa yerdən özü ev alarsan da. Oranı biz alaq, qataq məscidin həyətinə, məscid genişlənsin, cəmaət gələndə əziyyət olmasın. O adam razılaşmır. Pulu qaldırırlar, yenə razılaşmır. Məscidin axundu müştəhid imiş, alim imiş bir şəxsiyyət. Onu çağırır, deyir ona 10 qat, yəni o evin dəyərinin 10 dəfə artıq pul təklif edir, pul verir ki, sən bu evi məscidə sat, yəni bu pulla öz evin kimi 10 dənə elə ev ala bilərsən. Amma bunu sat ginə məscidə. O adam da razılaşmır. Deyir, mən kazinoya, bara, əyləncə mərkəzinə ev sataram, amma mən məscidə ev satmaram. Məscidin qonşuluğundaydı, ha. O alim də buyurur ki, da neyniyək, çarə yoxdur, biz onu zorla əlindən alası deyilik ki, zorla da olsa qəsbi və işgal edilmiş yerdir, orada namaz da batildir. Ta inşallah indi gözləyək, görək, Allah indi özü nə vaxtsa bir fərəz versin. Çarə yoxdur ki, ev sahibidir. Bir müddətdən sonra həmin şəxs özü gəlir, deyir, mən evimi verirəm məscidə. Deyirlər, necə oldu axı, sən heç cürə razılaşmırdın, nə qədər pul sənə təklif olundu. Deyirdi, biz 3-4 nəfər yoldaş idik, maşında yolda gedirdik, yolda yol qəzası oldu, hadisə oldu. O biri 2-3 yoldaşım ki var idi məndən əlavə, onlar mənim gözümün qabağında qanın içində çabalaya-çabalaya öldülər. Və mən gördüm ki, dünya budur. İndi o hadisədən oyanmışdı. Dediyim kimi, oyanışa ehtiyacı var. Oyanış əgər olsa, Əmirül-Müminin kimi, necə ki buyurdu, hər gördüyün nədə ibrət var, insan ibrət alar. Oyanış əgər olsa, ən xırda şeylərdən insan ləzzət alar. Bəzən evi də var, eşiyi də var, imkanatı da var. Həyat yorucudur, həyat mənasızdır. Amma görürsən ki, bəzən insan ən xırda şeylərdən, ən xırda bir şeylərdən ləzzət almaq mümkündür, həyat qurmaq mümkündür. Mən davam edirəm bəhsimi, sadəcə mötərizə açdım ki, bunların oyanışa ehtiyacı var, aya gözü ilə baxmaq üçün. Baxın, insan bədənində olan o sirli, biz belə deyək, binadan söhbət edirik. İnsan bədənində, bilirsiniz, müxtəlif hüceyrələr var, hüceyrələr. Yəni, insanın bədəni sanki bir binadır, elə bu hüceyrələrdən təşkil olunmuş bir binadır. Və bu hüceyrələrdə diri hüceyrələrdir. İndi insan bədənində metabolizm var da, yəni ölü hüceyrələr öz yerin diri hüceyrələrə verir. Və bu hüceyrələrin hər biri də diridir və canlıdır. Və hər birinin də öz vəzifəsi var. Yəni, canlı varlıqlar üçün. Söhbət canlı varlıqlardan gedir və insan bədənindən gedir də. İnsanda həzm sistemi, həzm, qidanı cəzb etmək, qidanı dəf etmək, ondan sonra istehsal etmək, bütün bunlar hamısı özünə məxsus bir sistem vasitəsilə hərəkətə keçirilir, meydana gəlir və həyata keçirilir. Deyirlər, adi bir insanın bədənində milyardlarla
milyardlarla, əgər daha dəqiq desək, 10 milyon milyardır. İndi neçə trilyon eləyir bu? Milyarddan da yuxarı eləyir. 10 milyon milyard insanın bədənində hüceyrə var. Və bu hüceyrələrdə bəzisi ət formasında özün göstərir, bəzisi dəri formasında özün göstərir, bəzisi sümük formasında üzə çıxır, bəzisi diş formasında üzə çıxır və insanın da o, belə deyək, o qan dövranı və ürəyin vasitəsilə qanın bütün bu bədən hüceyrələrinə də qan çatmalıdır. Bütün bu bədən hüceyrələrinə də qan çatmalıdır və qida çatmalıdır. Yəni qan vasitəsilə qida çatmalıdır. Özü də özünə məxsus qida çatmalıdır. Çünki sümük istehsal edən hüceyrələrin özünə məxsus qidası var. Ət istehsal edən hüceyrələrin özünə məxsus, yəni ət formasında tərkib tapmış, belə deyək, hüceyrələrin özünə məxsus qidası var. Və bu hüceyrələr də bilirsiniz 7-8 ildən bir tamamilə dəyişilir və 8 ildən bir insanın bədəni tamamilə 8 il ondan öncəki bədəndən hüceyrələrin o dəyişikliyi baxımından fərqlidir və yeni bir bədəndir cism olma etibarilə. Ruh həmin ruhdur, amma cism olma etibarilə. İnsan bədənində həzm sistemi, İnsan bədənində həzm sistemi bir növ o bədənin, belə deyək də, mətbəxidir. Əgər bənzətmək istəsək, bədənin mətbəxidir. Qan dövranı sistemi. Bəzi bədənlərdə qan azdır, bəzilərində qan az deyil, amma qanın çatdırılması azdır. Qan dövranı. Qan dövranı sistemini də biz bu çatdırma servisi kimi belə qiymətləndirə bilərik. Yəni qidanı müxtəlif üzvlərə çatdırır. Tənəffüs sistemi bədənin təsfiyəsidir. Yəni bədən o qanının təmizlənməsi həmin tənəffüs sistemi vasitəsilədir. Bədənin sinir sistemi, beyin sistemi, hansı ki əlahiddə bir sistemdir, mən biraz o barədə danışacağam. Bədənin sinir sistemi, belə deyək, idarə etmə sistemidir. Bədənin sinir sistemi külli bədəni idarə edir. Və bütün bədəndə sinir sistemi var. İndi insanın o ruhsuz üzvləri tükün, dırnağın çıxmaq şərti ilə. O vaxtlar indi quru yollar da açıq olanda xəstələr çox gəlib gedirdi. Bəzən məsələn Qum şəhərinə, bəzən biz xəstələri həkimlərə aparırdıq. Görsən birinin mədədən narahatçılığı var, birinin böyrək narahatçılığı var. Müxtəlif indi belə deyək, narahatçılıqlar var, insanlarda xəstəliklər var. Böyük əksəriyyətinə həkim deyirdi ki, əsəb sistemi ilə əlaqəlidir. Mədəsindən narahatçılığı var, ha. Mədəsindən narahatçılığı var. Deyirdi, əsəb sistemi ilə əlaqəlidir. Baxın, deyirlər, əsəb sistemi ya daxilə əsəbdir, ya da xarici əsəbdir. Yəni, əsəb bu demək deyil ki, insan vursun, dağıtsın. Bəzən daxildə əsəb keçirir. Əsəb də insan keçirəndə bu hardasa özün göstərir. Çünki bədən əsəb lifləri ilə idarə olunur. Əsəb lifləri ilə. İndi bu ya bel ağrısıdır, ya mədə ağrısıdır, ya böyrək ağrısıdır. Müxtəlif problemlər ki var. Hardasa vurub özün çıxarır. İndi insanlara görə müxtəlif o zəif nöqtələr ki var, orada özün bildirir. İnsanın qulağı və insanın gözü və insanın burnu, bunlar da bədənin o, belə deyək, agahlıq sistemidir. Bunlar da bədənin o təhlükəsizlik və kameralarıdır da. Yəni biri çəkir, biri yazır, qeydə alır. Və eyni zamanda bədənin müxtəlif, belə deyək, sistemləri, insan bədəninin müxtəlif üzvləri. Amma dediyim kimi, mən qısa olaraq insan o sinir sistemi barəsindəki danışdıq. Bir-iki nöqtəyə toxunum insanın əsəb sistemi barəsində. Burada yadıma düşdü bir əsəb sistemi ilə yox, gen barəsində. Demək,
Bir nəfər yaxınlardan biri neçə il bundan öncə bunun övladı iflic idi. Övladı iflic idi. Apardıq bunu həkimlərə. Həkim də daxili orqanların içalat sistemi yoxlayırlar, uziyə salırlar, qan analizi, o yan bir yan. Həkim deyir ki, bu çox sağlam uşaqdır. Çox sağlam uşaqdır, yəni belə az adam tapılar ki, bu qədər bunun bədən orqanları, daxili orqanları sağlam durumda olsun. Amma uşaq iflicdir. Uşaq nə danışır, nə hərəkət edə bilir, nə yeriyə bilir. İndi də həmin uşaq yeriyə bilmir. Bəlkə də indi də 15-dən çox yaşı var, indi. Mən o lap balaca vaxtı gətirmişdilər də, onda deyirəm. Sonda bunun genindən analiz götürdülər. Yəni əkmə yolu ilə. Əkmə yolu ilə. Nümunə götürdülər və mən getdim onun cavabını aldım. Tehranda həkimin sonda sözü bu oldu ki, insan bədənində, mənim yadımda qalan belə idi. Milyonlarla ya milyardlarla, indi o milyon milyardı mən xatırlamıram. Gen olur və o genlərdən sadəcə bir ədəd gen bu insanda çatışmır. O da ana bətnində olub. Mən çox təəccüb elədim. İnsan bədənində milyonlarla ya milyardlarla gen olur, gen. Və o genlərdən sadəcə bir ədədi çatışmır. Və o da təyin eləmişdilər ki, hansı gendir ki, bu uşaqda çatışmır. Və bütövlükdə insanı, həmin uşağı iflic eləmişdi. Yəni, uşaq nə danışırdı, nə hərəkət eləyirdi. Külli insan bədəni dayanmışdı, özü də o sağlamlığında insan. Nə qədər qəribədir insan bədəni. Bir nəfər şəxsi gətirdilər Peyğəmbərin yanına. Dedilər ki, bir xanım idi. Dedilər, bu xanım öz həyat yoldaşına xəyanət eləyib və biz onu layiqli cəzasına çatdırmaq istəyirik və öldürmək istəyirik. Ondan da bir uşaq dünyaya gəlib, qadın özü qara dərili deyil, həyat yoldaşı da qara dərili deyil, dünyaya gətirdiyi uşaq qara dərilidir, negerdir. O qadın da andaman eləyir, özünü öldürür ki, mən xəyanət eləməmişəm, elə bu uşaq mənim öz həyat yoldaşımın onun övladıdır. Həzrət Peyğəmbərin yanına gətirirlər. O dövrdə ki, indiki inkişaf etmiş, nə bilim, uzidir, filandır, analizdir, belə şeylər yox idi ki, deyək ki, DNT analizi götürsünlər ondan, yoxlasınlar ki, deyək ki, kimin övladı olmağını təyin eləsinlər. Peyğəmbər buyurur ki, bu xanım düz deyir. Bu da sənin öz övladındır. Axı, mən qara dərili deyirəm ki, mənim övladım qara dərili olsun. Peyğəmbər burada sizin nəslinizdə neçə nəsil bundan qabaq? 5-6 nəsil bundan qabaq qara dərili bir şəxs olub. Sizin nəslinizdə olub o. Və onun geni sizin bədəninizə keçib və nəsil və nəsil indi burada özünü göstərir. İndi burada özünü göstərir. O da Peyğəmbər elminin nəticəsində. Bütün bu nümunələri nəyə görə deyirəm? Bu nümunələri buna görə deyirəm ki, bu insan bədəninin əsrarəngiz olmasının bir nümunələridir. Amma baxın, əziz dostlar, qardaşlar, bacılar, hələ mən bu dediklərim insanın bədəni barəsindədir. İnsan bədəni ayədir və bədən barəsində də yenə də bir çox danışa bilərik. Mən də zehnimdə bəzi sözlər var, bəzi sözləri də zehnimdə tutmuşdum ki, deyəm, amma keçirəm. Çox danışmaq olar, çox incəlikləri var, insan bədəninin, çox nümunələr var. Bəlkə də siz özünüz də elə təcrübə eləmişsiniz, öz həyatınızda, başqalarının həyatında o incəlikləri. Amma ayə gözü ilə baxmaq lazımdır. Ayə və nişanə gözü ilə baxmaq lazımdır. Hər biri öz növbəsində bir nemətdir, hər biri nemətdir. Əldən çıxanda adam o nemətin qədrini bilir. Və o üzvü, o dərdi çəkən o nemətin nə qədər əhəmiyyətli olduğunun qədrini bilir. Yeriyə bilməyən adam bilir ki, Allah yerimək nə deməkdir. Birdən gözü tutulan insan bilir ki, Allah göz necə bir nemət imiş. Eyni zamanda da başqa bədən üzvləri də həmçinin
Heç biri bihude değil, heç biri əbəs yerə değil, heç biri lazımsız değil. Bir dənə balaca bədən üzvün nasazlıq yarananda adam onun o mövqeyin və bədəndəki rolunu bilir ki, bu nə üçün imiş, bu nə üçün imiş, indi mən onu itirmişəm və məhrum olmuşam. Amma bu dediklərimiz bədən barəsindədir. Amma insan təkcə bədənliyə ibarət deyil. İnsanın eyni zamanda ruhu da var. Ruhdakı o da bir aləmdir. O daha böyük bir aləmdir. O daha böyük bir formada bir göstəricidir. İnsan ruhu göstəricidir. Və mən icazənizlə qısa olaraq biraz da ruh barəsində danışım. Ondan da sözümüz tamam. Quran-ı Kərimdə ruh barəsində Peyğəmbərdən soruşublar. Buyurur və yəsəlunəkə anir ruh. Səndən ruh barəsində soruşurlar. İsra surəsi 85-ci ayə. Qulir ruh min əmri Rəbbi. Denən ruh mənim Rəbbimin əmrindəndir. İndi Rəbbin əmri nədir? Onun özü də bir ayrı dastandır. Və ma utitum minəl ilmi illa qəlila. Və bu barədə sizə az bir məlumat verilib. Çox da geniş məlumat verilməyib insanın ruhu barəsində. Bəzi şeylərə bizə geniş məlumat verməyiblər. Məsələn, Qədr gecəsi barəsində bizə dəqiq məlumat verilməyib ki, Qədr gecəsi nə zamandır və ümumiyyətlə Qədr gecəsinin həqiqəti nədən ibarətdir. Ruh barəsində bizə hədislərimizdə çox da geniş, əhatəli və dəqiq və dərin məlumatlar verilməyib. Elə ümumi bəzi sözlər deyilir. Eyni zamanda, məsələn, bu körpə uşaqlar ki, dünyalarını dəyişirlər, indi istər möminlərdən, kafirlərdən, bunların aqibəti necə olacaq? Bu kafirlərin o körpə uşaqları ki, həddi buluğa çatmayıblar. O barədə bizim dəqiq məlumatlarımız yoxdur, konkret, bəlli məlumatlarımız. Bəzi şeyləri Allah Teala məsləhət bilməyib. Qiyamət günü nə zaman olacaq bizə bəlli deyil. Qiyamət günü olacaq, amma zamanı bəlli deyil. İmam Zaman əleyhissalamın zuhuru da belədir. O da nə zaman baş verəcək, o da bizə bəlli deyil. Kəzəbəl vəqqatun. Hər kəs konkret, dəqiq vaxt qoysa yalan deyir. İntizar özü bir fəlsəfədir. Gərək gözləyəsən. Zaman qoyulanda intizar mənasını itirir. Çünki artıq bilirik ki, filan günü gələcək. Da onu, məsələn, bugün gözləmirəm. Gələn cümə gözləmirəm. Gələcək konkret günü üçün gözləyirəm. Amma din rəhbərləri bizdən istəyiblər ki, intizarda olun. İntizar özü mənalıdır, özü məna yüklüdür, özü bir fəlsəfədir. Bəzi şeylərə dediyim kimi, bizə konkret məlumatlar verilməyib. O cümlədən də ruh da belədir. Bizə geniş məlumat verilməyib. Amma siz baxın, elə həmin o qısa məlumat çərçivəsində ruhun iş funksiyasına. Baxın, zehn özü ruhun bir mərtəbəsidir. Zehin, insan zehni ruhun bir mərtəbəsidir. İndi bizim ruhi və fikri fəaliyyətlərimiz var. Yəni insan öz ruhi fəaliyyəti var insanın və fikri fəaliyyəti var. Mən bu fəaliyyətlərdən bəzisinə toxunuram. Bir, düşünmək. Düşünmə fəaliyyəti. Düşüncə nədir? Düşünmə nədir? Düşünmə məchulları məlum etmək üçün aparılan prosesdir. Yəni insan bilmədiklərini bilənə, bilgiyə çevirmək üçün və onun üçün müşkül olan məsələləri həll etmək üçün düşünmə prosesindən istifadə edir. 2. İbtikar, yaradıcılıq. Yaradıcılıq nədən ötürüdür? İnsan həyatında müxtəlif növ ehtiyacları aradan qaldırmaq üçün. Müxtəlif növ hadisələrlə, belə deyək, üzləşmək üçün yaradıcılığa üz gətirir, ixtiralara üz gətirir, iktişaflara üz gətirir. Bu qədər alimlərin yaradıcılığı, kəşfləri, yeni nailiyyətlər, yeni kəşflər, bunlar hamısı ruhun mərtəbəsi vasitəsilə həyata keçirilir. Zehin vasitəsilə həyata keçirilir. Hafizə, yaddaş. Yaddaş duyğu orqanları vasitəsilə.
yaxud təfəkkür vasitəsilə əldə edilən düşüncə və təsəvvürləri, təsəvvür və təsdiqləri arxivdə saxlamaq üçün həyata keçirilən prosesdir. O da yaddaşdır. İnsan yaddaşı var. Yəni zehnin müəyyən o arxivi var, hansı ki o fayllar, kompüterə bənzətsək, fayllar həmin o zehnin o arxivində yerləşir. Daha sonra zehnin növbəti gördüyü iş analitikadır, təhlil, təcziyə və təhlil. Yəni ayırmaq və birləşdirmək, tərkib. Bunlar nə deməkdir? Yəni müxtəlif hadisələri təhlil edir, onun kökünə çatmaq istəyir. Yeni nəticələr əldə etmək naminə təcziyə və təhlil. Bunlar zehnin işidir, təcziyə və təhlil. Zehində Şəhid Mütəhhərinin o mərifətşünaslıq kitabında deyir, zehin bölür, zehin ayırır, zehin birləşdirir. Zehnin iş qabiliyyətidir bunlar. Bunlar ayə və nişanədir. Diqqət edin buna. Bunlar hamısı ruhun mərtəbəsidir. Ruh Allahı tanımaq üçün gözəl ayə və nişanədir. Bəzən sual verirlər ki, necə ola bilər ki, Allah Teala eyni anda milyonlarla insanı dinləyir. Eyni anda. Yəni milyonlarla insan eyni anda Allah'a çağırırsa, birinin Allah'a çağırmağı Allah'ın diqqətini yayındırmır və başqasının Allah'ı çağırmağına maniyə olmur. Belə deyil ki, Allah desin ki, hələ mənim qəbulumda 1 nəfər var, 5 nəfər var. Qalanları da gözləsin. Onları qəbul edəndən sonra, onları dinləyəndən sonra növbə sizə yetişəcək. İnsan belədir da, 2 nəfər, 3 nəfər eyni anda adama söz desin, adam başını itirir, bilmirsən hansına cavab verəsən. Qarşıya baxanda arxanı görmür. Arxaya dönüb baxıram, qarşı mənim üçün artıq arxaya çevrilir. İnsan belədir. Amma Allah belə deyil. Allah belə deyil. Nümunəsi əgər bənzətmək istəsə insanın ruhudur. Baxın, insan eyni anda görür. Görə-görə də eşidir. Eşidə-eşidə də danışır. Danışa-danışa da əlin hərəkətə gətirir. Maşında avtomobili idarə edir. Görür, eşidir, danışır. Əli, məsələn, roldadır. Ayağı muftatorumuzdadır. Və eləyə bilər həmin anda başqa işləri də yerinə yetirsin. 4-5 işi eyni anda görür. Burada idarə etmə kimdir? 4-5 işi eyni anda görür. Fəlsəfədə bir söz var, deyir, ən-nəfsu fi vəhdətiha kullul quva. Kullul quva. Nəfs, insanın ruhu vahiddir. İnsanın neçə nəfsi, neçə ruhu yoxdur. Bir nəfsi var, bir ruhu var. Amma vahidliyi ilə yanaşı bütün qüvvələri özündə yerləşdirib. Vahidliyi ilə yanaşı bütün qüvvələrdir. İnsanın ruhudur ki görür, ruhudur ki eşidir, ruhudur ki sevir, ruhudur ki danışır. Amma görərkən göz vasitəsilə. Göz görmə vasitəsidir. Göz görmür, görmə vasitədir. Adam var yuxuda yatıbdır, gözü açıqdır. Gözü açıq yatır. Əgər görən göz idisə bu adam niyə görmür? Eşidən ruhdur, amma qulaq vasitəsilə. Bəli, qulaq zədələnsə eşitməyəcək. Çünki ruhun eşitmə vasitəsi əldən gedib. Göz zədələnsə görməyəcək. Ruhun görmə vasitəsi əldən gedib. Görən gözdür, danışan, görən ruhdur, danışan ruhdur, eşidən ruhdur, əli ayağı hərəkətə gətirən və qərara gələn ruhdur və qəlbin halətləri ruhani halətlərdir. Qəlbin halətləri ruhani halətlərdir. Bir nəfər ateist şəxs deyirdi ki, bəs insanda hər nə varsa maddidir, bəs ruh deyilən bir şey yoxdur. Ondan sonra hər nə varsa elə bu gözdən gördüyümüz və laboratoriyada belə deyək, öz əksini tapmış və sübuta yetirilmiş məsələlər. Mən ona dedim ki, əlbəttə bu dostların birinin sözü idi. Mən də təkrarlayırdım. Həmin söz ona da deyilmişdi. Mən ona dedim ki, əgər hər hansı bir bədəndə gedən proses bioloji prosesdirsə,
bioloji prosesə bioloji təsir göstərmək mümkündür. Fərz eləyək, deyək ki, qanın hərəkəti, insanda qan dövranı bioloji prosesdir. Qanı azaltmaq olar, çoxaltmaq olar, sürətin həmçinin. Birinin təzyiyi qalxıb, təzyiyi düşüb, qan azlığı var, vitamin çatışmazlığı var. Bunları sistem qoymaqla, iynə dərmanla azaltmaq olar, çoxaltmaq olar. Proses bioloji prosesdir, bioloji prosesə də bioloji təsir göstərmək mümkündür. Yaxşı, insanda ruhi duyğular var. Misal üçün məhəbbət, misal üçün nifrət. Ola bilərmi ki, insan özü də indi inkişaf etmiş dövrdə də hər nə var. Birinə məsələn məhəbbət, bir atadır, öz övladına məhəbbəti azdır. Ona iynə dərman vasitəsilə o məhəbbətin çoxaldaq məsələn. Mən ona dedim ki, o vaxtı Trump'ın dövrü idi. Dedim məsələn, dünya, el aləmin Trump'dan zəhləsi gedir. Dünyanın da yiyələri olardı. Puldan bıraxsın laboratoriyada yeni, nə bilim, gündə bir dənə virus hazırlayırlar. Bir dənə həbdən, bir ampuldan, bir iynə dərmandan ixtira eləsinlər, vursun cəmaatın damarlarına, cəmaat bu, belə deyək, o preparatı qəbul etməklə onların məhəbbəti Trump'a qarşı çoxalsın. Amma təbii ki, azalıb çoxalan deyil, məhəbbət, nifrət bu bioloji vasitələrlə, iynə dərmanla. Niyə? Çünki məsələ ruhidir. Proses ruhi prosesdir. Hal ruhi haldır və ruhi hal ruhun varlığından xəbər verir. Demək, ruh var. Demək, ruh var. Bu ruhun gördüyü və zehnin gördüyü işlərdən biri təciziyə tərkibdir. Baxın, insan görmədiyi şeyi təsəvvür eləyə bilmir. Görmədiyi bir şey qeyri-mümkündür insan təsəvvür eləsin. Xəyal var insanda, təxəyyül. Amma yaradıcı insanda zehin var. Fərz eləyək, deyək ki, bu fantaziyalar var, fantaziyalar. O necə yaranır? İnsan bədənidir, başı at başıdır. Belə bir varlıq var obyektiv aləmdə, həyatda yox. Yəni bədən insan bədən olsun, başı atın başı olsun. Belə şey yoxdur. Amma insanın bu xəyalında var. Bu xəyal necə yaranır? Mən insanı görmüşəm. Atı da görmüşəm, atı da görmüşəm. İnsandan bədənin götürürəm, atdan da başın götürürəm. Yəni bu artıq düzəltmədir. Başı oradan götürəsən, bədəni buradan götürəsən, yeni bir varlıq yaradasan, bu insan üçün mümkündür. Bu zehnin işidir. Zehində bu var, bu yaradıcılıq. Amma insan zehni sıfırdan neysə yaratsın, bu qeyri-mümkündür. Görmədiyi bir şeyi sıfırdan yaratsın, bu qeyri-mümkündür. Ancaq gördüklərini tərkib edib yeni bir formata sala bilir, yeni bir düzənə sala bilir. İnsan zehninin funksiyalarından biri təxəyyüldür. İnsan zehninin funksiyalarından biri iradədir. İradə, qərara gəlmək, addım atmaq. İnsan ruhunun hallarından biri məhəbbətdir, sevgidir, nifrətdir və bütün bunlar hamısı öz növbəsində, belə deyək, nişanədir, ayədir və Rəbbimizin nişanəsidir və Pərverdigar aləmin ayələridir ki, bizim bədənimizdə və bizim ruhumuzda qərar verilib. Bundan artıq görməyim sizi. Allahdan hər birinizə tövfiqat diləyirəm. Vəssalamu aleykum və rəhmətullah.